Salam, hər vaxtınız xeyir olsun, liderlər. Bugün sizə onlayn şəkildə qeydiyyatı necə etmək olur, o haqqda bir kiçik video çəkəcəm. Diqqətlə məni izləyin. Bilirik ki, hər kəs öz səhifəsindən qeydiyyat edir, amma onlayn şəkildə qeydiyyat etdiyimiz zaman qeydiyyat etdiyimiz şəxsin birbaşa ana səhifəsinə daxil olur. Bu necə baş verir? İndi isə gəlin qeydiyyat edək. Yəni, bax, belə bir səhifə açılır. Biz qeydiyyat eləmək üçün qeydiyyatdan keçmək sözünün üzərindən basırıq və tıklayıb keçirik qeydiyyat bölməsinə. Bəli, artıq qeydiyyat açıldı. Bu kataloqa uyğun da gördüyünüz parfümlər olacaq. Nə edirik? Gəlirik ilk öncə səhifənin aşağısına doğru. Burada dəvət etdiyinizin mobil nömrəsi, bir də şirkətlə əməkdaşlığınıza razısınızsa deyə belə bir xanalar var. Deməli, dəvət etdiyimiz insanın nömrəsini ilk öncə qeyd edirik. Mən əlbəttə ki, öz nömrəmi qeyd edəcəm burada. Mən öz nömrəmi qeyd etdim. Çünki mən öz üzərimə qeyd edirəm. Bu mütləq doldurulmalı. İlk birinci görəcəyiniz iş buradan başlayır. Bir də xanaların hamısını doldurarsınız və avtomatik qeyri-ixtiyari qeydiyyatdan keç sözünə basdısa, avtomatik kiminsə üzərindən keçəcək. Çünki bu onlayn qeydiyyatdır. Ona görə də ilkin öncə bu xananı doldurmalısınız. Kimin üzərinə qeydiyyat edəcəksinizsə, həmin xanımın qeydiyyat kodunu yazırsınız. Bunu xatırladım sizə. Və sonra isə keçirik yuxarıya xanaları doldurmağa. Xanaları doldurmaqda bilirsiniz ki, harada ulduz işarələri varsa, bax, belə ulduz işarələri olan yerləri biz mütləq doldurmalıyıq. Deməli, bizə ölkə lazımdır. Avtomatik təyin etmədə məndə olduğu üçün avtomatik təyin etməyə bastığım zaman Sumqayıt Azərbaycan çıxır və ya da ki, bunu sizə göstərməyim üçün, əgər siz Sumqayıtda yaşamırsınız və hansı bir bölgə seçəcəksinizsə, əlbət ki, burada axtarış bölməsinə daxil oluruq və burada xanaya tıklayırıq, yaşayış məntəqəsini seçməyə və Azərbaycan regiondakı mütləq ki, hansı bölgədə seçmək üçün kənarda ox işarəsi var. Basırıq üzərindən. Açılır və burada açıldıqdan sonra yuxarıya doğru seçimlərimizi edirik. Mən yenə də Sumqayıtı burada axtaracağım sizin üçün. İşte bu, hər bir şeyi göstərək. Keçdi və davam et sözünüzlə basanda artıq görürük ki, burada bizdə Sumqayıt şəhəri qeyd olunubdur. Soyadı yazırıq, burada qeyd edirik. Burada yazıram Alıyeva. Aydan Alı qızı. Gmaildəki həmişə mən demişəm, özünüz bir gmail yaza bilərsiniz. aydan@gmail.com. Yəni, hər hansı bir gmail axtarmıram, rahat. Mobil nömrədə keçirik, mobil nömrəni də qeyd edirəm. 55 604 90 94 yazdıq mobil nömrəsini. Doğum günüm 15.05 20 15.05 07 2007 daha doğrusu 2007 qeyd elədim. Hər şey qaydasında olduğu zaman avtomatik qeydiyyat sözü görürsünüz, görsəndi. İndi mən bu xanımı qeydiyyat eləyəndə birbaşa mən bu Aydan xanımın şəxsi hesabına daxil oluram. Qeydiyyatdan keç sözün üzərindən bastım və daxil oldum. Birbaşa xanımın səhifəsindəyəm. Məndən indi açar sözü istəyir ki, bura daxil edim. Amma xanımın telefonuna SMS gedib, getməyib və ya da nömrəni səhv verib ola bilər və ya da işləməyən bir nömrə veribdir. O zaman mən burada nə edirəm? Xanımla diqqətlə baxın, yuxarıda X işarəsi var. Həmən bax, bu yuxarıdakı X işarəsinin üzərindən basıram. Buyurun, bu da Aydan xanımın səhifəsi. Bu Aydan xanımın səhifəsində birbaşa avtomatik səhifəyə də daxil olmuşam. Və burada yuxarıda adam işarəsinin üzərindən görürsünüz, basırıq. Və Aliyeva Aydan, gördünüz, Alı qızı. Və bunun burada göstərir ki, mənim sifarişlərim, mənim rəhbərim, mən elə Aydanın adının üzərindən basıram.
Bir dəqiqə. Və Aydan birbaşa strukturuna, şəxsi kabinetinə keçək. Burada aşağıda şəxsi kabinet var. Onun üzərinə bastım və Aydanın şəxsi kabinetinə keçən kimi yenə məndən təsdiq kodu istədi. Yenə mən bu X işarəsi üzərindən basıram. Çıxdım səhifədən və gedirəm birbaşa şəxsi məlumatlarına. Şəxsi məlumatları bölməsinə keçirəm. Gedirəm bunun parolunu dəyişməyə. Və gəldim burada sazlamalar sözün üzərindən basıram. Sazlamaları basıram çünki xanıma parol gedib, getməyib, nələr baş verir bilmirəm. Gələndə burada açar var və açarı dəyişmək sözü. Açarı dəyişmək sözü üzərindən basıram. Daxil oluram bura. Və burada bir kod yazıram. 1, 2, 3, 4, 5, 6. Həmən kodu da təkrar yazıram. 1, 2, 3, 4, 5, 6. Mənə rahat olsun deyə belə bir açar qoydum. Və açarı təyin etmək. Bəli, artıq biz bunun parolunu dəyişdik. Və buna da bilirik ki, indi bu insanı mən qeydiyyat etdiyimə görə bu xanıma qeydiyyat üçün kod parol gedibdir. İndi o kod parolu mənə göndərəcək. Necə olacaq bilmirəm. Gözlədiniz, məsəl üçün yarım gün, 1 saat, 3 saat gözləyirsiniz, hələ gəlmirsə, Aydan artıq sizdə qeydiyyat kodu var. Baxın, burada Aydanın qeydiyyat kodu görsənir. Düzdür? Bunu necə gördük? Adam işarəsi üzərindən basırsınız. Yuxarıda adam işarəsi var. Baxın, bu adam işarəsi üzərindən basanda Aydanın adı, soyadı gəlir və onun qeydiyyatdan keçdiyi kodu var. Bax, bu kodu yazıb götürürsünüz. Parol da 1, 2, 3, 4, 5, 6-dır. Və bu səhifədən çıxıram. İndi mən Aydanın qeydiyyat kodunu kopyalayayım. Baxın, çıxıram. Artıq mən birbaşa Aydanın ana səhifəsindəyim. Görürsünüz, nə gözəl, nə rahat. Bir daha oturub, saatlarla baş sındırıb, günlərlə vaxt itirmək lazım deyil. Bir insanı 2 dəfə, 3 dəfə təkrar qeydiyyatdan keçirmək lazım deyil. Birbaşa bax bu cürə və nastavnikin də baxmaq istəsək ki, bunun kimin üzərindən qeydiyyatdan keçib. Şəxsi məlumatlar bölməsinə girəndə elə orada zaten görsənir ki, bu kimin qeydiyyatçısıdır. Hal-hazırda, məsələn, burada rəhbəri hamısı görsənir ki,